Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli Elmir Əmlak kanalının izləyiciləri, dəyərli müştərilərimiz. Sizlərə Mərdəkanda, Bravo marketə ən yaxın ərazidə, mərkəzi yola ən yaxın ərazidə 4,5 sotun içərisində inşa olunmuş modern üslubunda belə bir evi təqdim edəcəm. Evin qiyməti bugünkü gündə 365 min manatdır. Yola ən yaxın bir ərazidə, bir daha söyləyirəm. Qısa olaraq yolu sizlərə göstərəcəm. Qısa olaraq. Bravo marketə gedən yolu. Bravo market buradan hardasa 400 metr məsafədə yerləşir. Asfalt yol. Maşallah. Baxaq, mərkəzi yoldur. Bravo market bizim solumuzdadır. Ən yaxın bu ərazidən sizləri salamlayıram. Bu evi sizlərə təqdim etməyə başlayıram. Ev 4 otaqlıdır. Daxilində 2 sanitar qovşağı, 3 yataq otağı, mətbəx və qonaq otağı var. Həyətdə də bir dənə sanitar qovşağı, kombi otağı yerləşir o evin arxa hissəsində. Sol tərəfə keçən kimi, həyətdən keçən kimi solda aşma hovuz. 2 maşın dayanmaq üçün parking sahəsi. Avtomatik olaraq darvaza. Torpağın da evin də kupçası çıxarışı var. Mətbəx otağının qarşısında yerləşən üstü bağlı söhbətgah. Söhbətgahımızın daxilində mebel yığılıb, tam mərkəzdə manqal inşa olunub, burada su hövzəsi qoyulub. Bu qapı evin arxa hissəsinə getmək üçün nəzərdə tutulub. Lap arxada da sanitar qovşağı və evin kombi otağı yerləşir. Keçək evin daxilinə. Evin ümumi giriş qapısı. Buyurun. Keçən kimi sağ tərəfdə kiçik bir dolab, asılğan, oturmaq üçün yer. Solda qonaq otağı, tam mərkəzdə TV stend yığılıb, ev bütöv olaraq isti döşəmə ilə təmir olunub, qazı, suyu, işığı hamısı daimidir, interneti, telefonu da var. Qonaq otağının görüntüsü birbaşa həyətə yaşıllıqadır. Üzbəyüzdə mətbəx otağımız yerləşir. Mətbəx otağını sizlərə sonda təqdim edəcəm. Buyurun, birinci yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Evin arxası maşallah çox geniş və yaşıllığı var. Pəncərələr hamısı ciflidir. Nədir, çərkədir? Tam mərkəzdə yerləşən sanitar qovşağı, duş kabinası əlbəttə ki var, unitaz və əl-üzüyan. İkinci yataq otağı, ev maşallah hündürlüyü də qəşəngdir, gözəldir, 3.60-dan yuxarıdır. Üçüncü yataq otağı, və sonda sizlərə mətbəx otağını təqdim edim. Mətbəx otağı maşallah səliqəli, işıqlıdır. Mətbəx mebelləri yığılıb hamısı, sobalar üçün yer qoyulub, qaz sobası qoyulub, su hövzəsi qoyulub və mətbəxdən birbaşa söhbətgaha çıxış, giriş qapısı. Əziz izləyicilərimiz, çox sağ olun. Bizi izlədiyiniz üçün, bizi izləyirsiniz, bizi videolarımızı bəyənirsiniz. Allah sizə ömür versin. Allah sizlərə, hər kəsə kimin arzusunda varsa bağ qismət eləsin, ev qismət eləsin, villa qismət eləsin, mənzil qismət eləsin. Çox sağ olun bizi izlədiyiniz üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.